Salam əziz izləyicilərim, hər vaxtınız xeyir olsun. Bugün mən sizlərə astronomiya haqqında doğru bildiyiniz yanlışları deyəcəm. Deməli, birincisi günəş yanır. Təbii ki, bu doğru deyil, yalandır. Çünki bir şeyin yanması üçün oksigen lazımdır və orada da oksigen yox deyiləcək qədər azdır. İkincisi isə günəş sarı və yaxud narıncı rəngdədir. Bu da doğru deyil. Çünki günəş ağ rəngdədir və o bir çox rəngi əks etdirir. Biz də bunu sarı, yəni narıncı və yaxud da qırmızı rəng kimi görə bilərik. Sonrakı yanlışımız isə okeanlar və yaxud da dənizlər mavi rəngdədir. Bu da yalandır, çünki su şəffaf rəngdədir və səma isə mavi rəngdədir. Səmanın rəngi suya əks olunur və biz onu mavi rəng kimi görürük. Və axırıncısı isə yer planeti kürə şəklindədir. Bu da doğru deyil, çünki yer planeti yumurta şəklindədir. Oldu əziz uşaqlar, sağ olun. Bizim bugünkü videomuz bu qədər idi. Kanalıma abunə olub, videolarıma like atmağı unutmayın. Sağ olun.